Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve la tehsebennellezîne kutilû fî sebîlillâh emvât bel ahyâun inde rabbihim yurzakûn. Sadakallâhul aliyyul azîm. Aziz mümin kardeşler, sizleri bu cuma gününde Allah'ın evinde, Ehl-i Beyt'in kapısında Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'na and verirəm, izzət, celal ve əzəməti xatirine Allah Teala her birimizi ihlaslı olmakta sabit qədəm qərar versin inşallah. İlahi Pərverdigar-ı aləm ibadet ve itaatimizi kabul eyle. İlahi şehitlerimizi məqamı uzadı, daha da uza qərar verginən. İlahi xüsusilə də yaralı qazilərimiz var, onunla bərabər xəstələrimiz var, onlara da heç yoxdan şifa verginən. İlahi bizi bu dünyada namərdə mühtac qərar vermə. İlahi bütün dünya müsəlmanlarına hifz qərar verginən və xüsusilə də Azərbaycanda yaşayan bacı və qardaşlarımızı, müsəlman camiyyəsini qoru ginən. İlahi ya Rabbim Allah ruzisi olmayanlara ruzi nəsib qərar verginən və imanda hər birimizi və ailələrimizi, övladlarımızı sabit qədəm qərar verginən. Muhammed və Ali Muhammed salavat zikr eləyib. Bugün inşallah mövzumuz şəhidliklə bağlıdır. Bilirsiniz ki 27 sentyabr Azərbaycan xalqı üçün anım günüdür. Bugün 5 il bundan önce Azərbaycan olarak bir yumruq olarak kiçikli, böyüklü hamımız səfərbər olduq. Hamımız bir olduq. Vətən torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğalından sonra artıq 30 il üstündən keçirdi. 27 sentyabr, 5 il bundan önce müharibə başladı və 44 gün müddətində biz rəşadətli ordumuzun sayəsində, qeyrətli oğullarımızın sayəsində, əskər və zabitlərimizin sayəsində və xüsusilə də arxa cəbhədə olan Azərbaycan xalqı bir olmağı sayəsində və onun başında olan müdrik siyasət sahibi, ölkə rəhbəri apardığı siyasəti sayəsində Allah Teala bu haqq olan qələbəni bizə verdi. Və doğrudan da bugün hamılıqla biz alnı açıq dünyada sözümüzü deyə bilən, söz sahibi ola bilən bir insanlar kimi, Azərbaycanlı kimi danışa bilirik. Bu günlərin qədrini bilmək öhdəmizə düşür. Çünkü her bir şəhidimizin qanı yerə töküləndə, torpaqların əldə olunmasında, geri qaytarılmasında, onların bizə, insanlara, biz Azərbaycanlıların bizim boynumuzda haqları var. O hak ondan ibarətdir ki, ey Azərbaycanlı, ey müsəlman, ey qeyrətli Azərbaycan xalqı, mən getdim torpaqların azad olması üçün qanımın bahasına, canımın bahasına, bu torpaqların geri qaytarılmasında şəhidlik mərtəbəsinə ucaldım. Biz torpaqları Allah'ın izniyle və gücümüzün sayəsində geri qaytardıq. Bundan sonra o torpaqların qorunması siz yaşayan Azərbaycanlıların öhdəsindədir. Sizin boynunuzda haqq olaraq qoyulub ki, biz onu qorumalıyıq, siz onu qorumalısınız və övladlarımızla bərabər, özümüzlə bərabər həmişə cihad ruhiyyəsində yaşamalıyıq. Çünkü insan anlamalıdır ki, bu düşmən tarixən bizdə olub və bundan sonra da olacaqdır. Biz hər zaman ayıq və sayıq olmalıyıq. Vətənimizi, torpaqlarımızı, millətimizi, müsəlman camiyyəsini qorumaq üçün insan həm elmli olmalıdır, həm savadlı olmalıdır, həm də ki onunla bərabər güclü olmalıdır, bir olmalıyıq. Allah Teala o gücü ömrümüzün axırına qədər əbədi olaraq Azərbaycan xalqına versin inşallah.
doğrudan da insan bir yerde olanda Allah Teala da o hak olan cemiyetle bir yerde olur. Çünkü insan hansı tərəfə daha çox nəyi çox istəyirsə, bir o tərəfə gedəndə Allah da insanı o tərəfə meyilləndirir. Çünkü onun qəlbində o vardır. Onun istəyi, amalı odur. Əgər onun istəyi hak olsa, Allah Teala ona kömək etmiş olar. Yox, əgər o insanın qəlb evi sönübsə və bu insan dildə fəqət Allahla danışırsa, dildə fəqət vətən və torpaq deyirsə, əməllərində onundan bir əsər və əlamət yoxdursa, Allah-u Teala qeybi və aşkarı biləndir və insanı, o xalqı ona tərəf yönləndirir, aparır ona tərəf. Çünki istək və amalı odur. Amma Azərbaycan xalqının istək və amalı, amacı hər zaman torpaqları ilə döyünürdü. Sözümün əvvəlində Ali İmran surəsinin 169-cu ayəsində Allah-u Teala buyurur: "Və la tahsabannallazina qutilu fi sabilillah amvatan." Ya Peygamber insanlara de, siz o cür hesap etmeyin. Ve la tahsabannallazina qutilu. O insan ki öldürülür fi sabilillah, Allah üçün, Allah yolunda, Allah'ın istediği bir takdirde, Allah ister ki o cür olsun, insan o cür olsun, öz namusun korusun, ailesin korusun, vətənin korusun, torpağın korusun. Hatta Peygamber aleyhissalatu vesselam özü buyurur ve Kur'an-ı Kerim'in ayelerinde var: diyar, darun, herkes gidir sizi öz evlerinizden, yaşadığınız yerlerden sizi çıkardacaklarsa, siz o vaxt deyir, düşmene karşı vuruşacaksınızsa ve o zaman siz öldürüleceksinizse şehitsiniz. Ona göre buyurur, siz onları ölü saymayın. Bel ehyaun inde rabbihim yurzakun. Onlar diridiler. Yani diğer ölüler kimi değil. Onlar diridiler. İnde rabbihim yurzakun. Rəbləri yanında ruzilənirlər. İndi o nə bir məqamdır, hansı bir ruzidir, onu Allah Teala öz məqamında saxlayıb. İnşallah Allah Teala qismət eləyər və biz qiyamət günün hesabını verə bilərik və inşallah əgər bizə cənnət nəsib olarsa, o məqamın aliliyin orada biz hiss eləmiş olarıq. O məqamın daha yüksək olmasın, şəhidlik məqamı nə qədər uzadır, nə qədər dəyərlidir, nə qədər qiymətlidir, onu o zaman bilərik. Allah Teala hər birimizə cənnetin iyini qoxulamağın bizə nəsib və qərar versin inşallah. Bakın, şəhidlər haqqında danışdıq. Bizim Azərbaycan şəhidlərimizdən biri, məsələn, Qurbanov Murad Asifoğlu, Səbail şəhidlərindən biridir. Evin bir oğludur və bir bacısı var. Amma anası da Səbail rayonunda hərbi komissarlıqda işləyir. 27 sentyabr müharibə başlayır. Muradın sinif yoldaşları bir cəbhəyə aparılır. Murad narahat olmağa başlayır. Gedir komissarlığa, anasının yanına, deyir, mən cəbhəyə getməliyəm. Mənim sinif yoldaşlarımdan biri də qalmayıb, mənim məhəllə uşaqlarımdan kimlərlə ki dost idim, onlardan da biri qalmayıb. Mən utanıram məhəlləyə çıxmağa. Onların bacılarının, qardaşlarının, ata və analarının gözünə baxa bilmirəm. Mənə də imkan verin. Əgər etməsəz bunu, mən sizdən şikayətçiyəm. Bax, bu cür bizim qeyrətli balalarımız var. Bu cür iddia edir ki, məni cəbhəyə göndər. Yəni, o çox ailələrdə Allah Teala gizlin olaraq o şəhidləri saxlayırdı. O şəhid balalarımızı saxlayırdı. Heç ata-ana da onu bilmirdi ki, mənim övladım, mənim boya başa çatdırdığım övlad bir vaxt, bir zaman gələcək ki, vətən üçün, torpaq üçün vuruşmaq lazım olacaq, qan tökmək lazım olacaq, cəbhəyə getmək lazım olacaq. Uf demədən mənim övladım gedəcək. Şəhidlik məktəbi bizdə, bizim tariximizdə uzun illərdir ki var. Hətta məşhur böyük Füzulinin Həqiqətü's-Suəda kitabında yazır ki, öz əsərində iki Azərbaycanlı Müslim Azərbaycanı, yəni Kərbalada İmam Hüseynin yanında həm Müslim, həm oğlun deyir. Orada şəhid olub Kərbalada İmam Hüseynin yanında.
Yani bizim şəhidlik məktəbimiz çox dərindir. Ali İmran 170-ci ayədədir. Fərihinə bimə atahumullah min fəzlihi və yəstəbşirunə billezine lem yəlhaqu bihim min xalfihim Allah xavfun aleyhim və lahum yəhzanun. Ya Peyğəmbər, fərihinə bimə atahumullah. O insanlar ki Allah üçün şəhid olublar, şəhid olandan sonra o məqamı ki Allah Teala onlara verəcək, onlar fərihinə şad olacaqlar. Nə? O məqam ki Allah şəhidlik məqamı verir, deyir ki mən şəhidə elə bir məqam verəcəm ki o peşiman olmayacaq, o çox sevinəcək, kaş istəyəcək ki təkrar qayıtsın və yenə şəhid olsun Allah üçün, Allah yolunda. Deyir fərihinə bimə atahumullah. Deyir ya Peyğəmbər, o insanlar ki haqq üçün şəhid olanlar şad olarlar. Min fəzlihi, Allahın verdiyi onlara fəzlə və yəstəbşirunə billezine lem yəlhaqu bihim və müjdə verəcəklər billezine kimlərə? O insanlar ki hələ şəhid deyirlər, amma arxadan gəlirlər və sevinəcəklər ki arxadan gələnlərə heç bir əzab və əziyyət yoxdur. Əksinə Allahın verdiyi bir nemət var onlar üçün, bir gözəllik var. İndi hansı bir nemətdir, hansı bir gözəllikdir? Şəhid yeganə bir varlıqdır ki, yeganə Allahın icazə verdiyi bir gözəllikdir ki, şəhidə verim onu. Şəhid olanda öz məqamı arasında dünya ilə o biri aləmə köç zamanında indi hər nə qədər bir andırsa Allah Müteal o insanlara, şəhid olanlara, haqq üçün şəhid olanlara o icazəni verir, şahid olur o məqamı görməyə və sevinir o anda. Ne zaman? O zaman ki ona güllə dəyir. O zaman ki o şəhid olur. O zaman ki bu dünyadan ayrılır. O zaman ki o haqq üçün vuruşur. O zaman ki bilir ki Allah üçün, Allahın görüşünə gedir. Və Allah ona böyük bir müjdə verəcək. O müjdəni görmək üçün, o müjdəni axtarır o insan. Axtarır ki ne zaman çataram o gözəlliyə. Onu o anda şahid olur. Şəhid can verəndə, bir damla qanı yerə töküləndə, hətta hədislərimizdə var ki, şəhidin bir damla qanı yerə töküləndən sonra Allah Müteal onun bütün günahlarını bağışlayır. Əgər haqqın nas varsa o heç, amma bütün günahlarını bağışlayar Allah Teala. O pak, təmiz gedir Allahın huzuruna. Çünki dəyərlidir Allah qatında. Allahın huzurunda çox dəyərlidir. Onlardan da biri Kəlbiyev Telman Yadigaroğlu. Neftçalanın şəhidlərindən biridir. 7 bacının bir qardaşıdır. 7 bacı bir qardaşıdır. Kəlbəcərdə şəhid olur. Həmlə qrupunun rəhbəri olur. Hətta xanımı danışanda belə deyir. Deyir ki, bəs 27 sentyabr müharibə başlanandan sonra 30 sentyabr deyir Telman zəng açdı. Hər birimizlə danışdı. 2 oğlan övladı var Telmanın. Deyir onlarla da danışdı. Hamısını bir-birimizə tapşırdı. Elə bir ki bilirdi ki ürəyinə danmışdı ki şəhid olacaq. 2 oktyabr şəhid olur. Amma deyir Telmandan, həyat yoldaşı danışır, Telmandan xəbər olmadı. 10-15 gün. Biz başladıq deyir digərləri kimi narahat olmağa. Gəzdik bütün xəstəxanaları tapmadıq. Bütün ölüxanaları, morgları gəzdik, tapmadıq. Amma üstündən 85 gün keçdi. Dekabr ayının 26-sında deyir bizə xəbər verdilər ki, bəs sizin həyat yoldaşınız şəhid olub, onu tanımaq üçün sizin yaxınlarınız gəlməliydi. Mən cavan idim, məni qoymaq istəmədilər ki, gedim həyat yoldaşımla görüşəm, amma ən böyük haqq mənim boynumda olduğu üçün mən özümə borc bildim ki, gedim həyat yoldaşımı görüm. Deyir, elə ki deyir, içəri daxil oldum və həyat yoldaşım Telmanın nəşini stolun üstündə görəndə onun saçlarından və onun saqqalından və onun bədənindən sanki diri ikən gözlərin yummuşdu. İstədim ki, deyəm ki, Telman, niyə uzanmısan? Qalx ayağa. Sən ki, bilirsən ki, mən sənsiz bu həyatı yaşaya bilmərəm. Axı, biz bir-birimizə söz vermişdik. Sən mənə söz vermişdin. Qalx ayağa. Gördüm ki, yox, mümkün deyil. Mən özümü topladım və öz həyat yoldaşımla görüşdüm. Deyir, ikinci cümə ən maraqlısı buradır.
və insana ən çox düşündürən də buradır. Deyir, ikinci cümə, bir an deyir, huşumdan getdim. Deyir, elə ki huşdan getdim, yuxu aləmində bir kişi yaxınlaşdı mənə. Deyir, bu kişi o qədər gözəl giyinib, ağ libasda, hər nə qədər baxmaq istəyirəm bu gələn kişinin üzünə, üzü o qədər nurludur ki, mən onun üzünü görə bilmirəm. Mənə salam verdi. Salamdan sonra dedi, çox narahatsan. Amma Telmandan sənə bir məktub var. Bu məktubu sənə çatdırmağımı istədi. Açdım məktubu, gördüm ki, bu mənim həyat yoldaşım Telmanın mənə yazdığıdır. Bəs mənim gözəl həyat yoldaşım, darıxma, mənim hər şeyim yaxşıdır burada. Bir də ki, o yaralar ki, sən mənim bədənimdə görmüşdün, mən Hüseynin yanındayam. İmam Hüseyin aleyhissalam mənim bütün yaralarımı büküb. Mən burada narahat deyiləm. Sən yaxşı ol, 2 övladı sənə tapşırmışam. Deyir, oyandım, o bilirdi ki, Telman, mən onsuz yaşaya bilmərəm. Bu sözdən sonra mənim özümdə bir güc, qüvvət toplandı. Mən cəsarət tapdım yaşamaq üçün və onun balalarını mənə əmanət etdiyi 2 oğlan övladını boya başa çatdırmaq, Telmanın hansı arzusu vardı idisə, onu etmək üçün, 2 övladımı mən böyütmək üçün ayaq üstəyəm. Onu görəndən sonra mən bugünə qədər daha artıq ağlamıram, özümdə bir güc toplamışam və bundan sonra inşallah həyatımı davam edəcəyim. Amma o şəhid balalarından soruşurlar 2 baladan ki, bəs şəhidlik məqamı necədir? Bəs deyir, şəhid övladı olmaq insan üçün, mənim üçün xüsusilə də şərəfdir, həm də qəmdir, qüssədir. Deyir, niyə? Deyir, şərəf onun üçündür ki, mən şəhid balasıyam. Mənim atam qəhrəmandır. Mənim atam torpaq üçün, vətən üçün, qeyrət üçün, namus üçün canından belə keçib, qanını töküb. Amma qəhərlidir, qəmlidir ona görə ki, mənim ehtiyacım olur atamı görmək üçün. Onu görməyəndə atalıq mehribançılığını, onun əlnəvazişini, onun əllərini görməyəndə mən narahat oluram, qəmli oluram, darıxıram. Bir də ki, mən onun üçün sevinirəm ki, hər bir ata öz övladı üçün qəhrəmandır. Amma mən elə bir atanın oğluyam ki, mənim atam bütün Azərbaycanın qəhrəmanıdır. Mənim atam bütün Azərbaycanın qəhrəmanıdır. Mən çox sevinirəm. Baxın, bizim belə bu cür qəhrəman övladlarımız olub, vətən üçün, torpaq üçün qanın töküblər, canın veriblər. Niyə? Tək ki, vətən sağ qalsın, salamat olsun vətən. Və onu biz insanlara, bizlərə əmanət veriblər ki, biz vətəni qoruyaq. Bizim üzərimizdə böyük bir yük var. Hər birimiz bir əskər olaraq, bir Azərbaycanlı olaraq, bir namuslu olaraq vətənin keşiyində dayanmalıyıq. Çünki o bizə əmanətdir. Və Allah Teala da onu o cür istəyir. Muhammed və Ali Muhammed salavat zikr eləyək. Mümtəhinə surəsinin 9-cu ayəsində Allah Müteal buyurur: İnnemâ yenhâkumullahu anillezîne qâtelûkum fid-dîni ve ahracûkum min diyârikum ve zâherû alâ ihrâcikum en tevellevhum ve men yetevellehum fe ulâike humuz zâlimûn. Sadaqallâhul aliyyul azîm. Allah Müteal buyurur, həqiqətən Allah din barəsində sizinlə vuruşan, sizi yurdunuzdan, min diyarikum çıxardan və sizi çıxarmaq üçün bir-birinə kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir, qadağan. Bizi diyarımızdan çıxartmaq, bizi vətənimizdən qovmaq, bizi diyar və diyar salan insanlarla Allah Teala buyurur: İnnemâ yenhâkumullah anillezîne qâtelûkum fid-dîni. Mən nəhy edirəm, qəti qadağan edirəm o insanlara, o müsəlmanlara, onları ki öldürürlər, onları ki diyarlarından, torpaqlarından, yurd yuvarlarından didərgin salırlar,
onlarla dost olmağı deyir qadağan. Və əxrəcukum min diyarikum, sizi diyarlarınızdan, kətlərinizdən, obalarınızdan çıxardırlar. Və zahara alə ixracikum, və kimlər ki bu işdə onlara kömək edirlər, ən təvəlluhum, köməkləşirlər onlarla. Və mən yetəvəlləhum fəuləkə humuz zalimun. Onlarla deyir, heç zaman dost olmayın. Hər kəs ki o cür insanlarla həyat sürəndə dost olacaqlarsa humuz zalimun. Onlar zalim qismindədirlər. Hər birimiz əgər o cür olsaq, biz zalim qismində olarıq. Allah Teala ixtiyar vermir bizə. Biz dostluq eləyək. Onları evimizə çağıraq. Bəli, hər bir şəkildə əgər məcburuqsa onlarla bir yerdə yaşamağa, bəli, amma hər bir şeyi yaddan çıxartmamaq şərti ilə, hər zaman diqqətli olmaq şərti ilə və hər zaman özümüz və övladlarımız, nəvələrimiz, balalarımız, yaxınlarımız, əzizlərimiz bilməlidir, bir-birinə deməlidir ki, bu insanlardan bizə heç zaman xeyir gəlməz. Baxmayaraq ki, biz onlarla bir yerdə, bir sərhəddə yaşayırıq və yaxud da ki, aramızda o cür insanlar var, ehtiyatlı olmalıyıq. O insanlardan hər zaman bizə və ölkəmizə, torpaqlarımıza təcavüz olunacaq. Nə zaman ki, onlar güclü olacaqlar. Odur ki, bizim boynumuzda haqdır ki, Allah haqq qoyur ki, biz güclü olmalıyıq. Biz güclü olsaq, əlbəttə torpaqlarımız öz əlimizdə olacaq. Evlərimiz öz əlimizdə olacaq. Bizim namuslarımız azad və firavan yaşaya bilərlər. Əlimizdə olacaq. Biz onlara hakim ola bilərik. Həzrəti Peyğəmbər əleyhissalatu vesselam şəhidliyin əhəmiyyəti haqqında danışanda belə buyurur. Deyir, vəllezine nəfsi biyedihi. Deyir, and olsun Allaha. Və mənim nəfsim ki, mənim bədənim ki, mənim ruhum ki, onun əlindədir. Yəni, o Allahın əlindədir. Ləvədittum ən uqtələ fi səbilillahi thumma uhyaha. Mən istərdim ki, mən Allah üçün, fi səbilillah, vətən üçün, torpaq üçün, namus üçün gecə və gündüz vuruşam və şəhid olam. Fi səbilillah, Allah üçün, thumma uhyaha. Şəhid olandan sonra Allah Teala yenə məni təkrar dirilsin, mənə can versin deyir. Sümmə uqtələ sümmə uhyaha. Yenə deyir, mən şəhid olam, sonra yenə də Allah Teala mənə can versin deyir. Sümmə uqtələ sümmə uhyaha. Yenə də mən şəhid olam Allah üçün, namus üçün, vətən üçün, haqq üçün, torpaq üçün, Quran üçün, əqidəm üçün, dinim üçün, vətənim üçün, torpaqlarımız üçün. Yağı düşməndə qalmasın. Sümmə uhyaha. Həzrəti Peyğəmbər deyir ki, bəs Allah üçün vuruşum, şəhid olum, yenə Allah mənə can versin. Vuruşum, şəhid olum, yenə Allah mənə can versin. Vuruşum, şəhid olum, yenə Allah mənə can versin. Deyir, bu cür dirilib öldürülməyi mən arzu edirəm Allahdan. Görün, şəhidlik məqamı nə qədər dəyərli və qiymətlidir, nə qədər mühümdür, nə qədər alidir, nə qədər Allah Teala bəyənir onu ki, insan bu cür olsa daha da gözəldir. İlahi, o şəhidlik ruhiyyəsini bizim hər birimizə qismət qərar verginə inşallah. Həzrəti Peyğəmbər əleyhissalatu vesselam başqa bir hədisində buyurur: "Mə min nəfsin tamutu laha indəllah xeyrun yasurruha ennaha terci'u ilə'd-dunya və la enne laha'd-dunya və ma fiha illə şəhid." Deyir, elə bir insan olmaz ki, o bu dünyada yaşayır, yaşlılardan söhbət gedir. Dünyasını dəyişir, dəyişəndən sonra Allah Teala ona cənnətin verir və o istəməz ki, təkrar qayıtsın bu dünyaya. Heç zaman istəməz. Amma deyir, illah şəhid, şəhiddən başqa. Fəinnəhu yətəmənnə ən yərcəə fəyuqtələ fid-dünya lima yara min fəzli şühədə. Deyir, şəhiddən başqa. Niyə? Deyir, ona görə ki, Peyğəmbər əleyhissalatu vesselam buyurur. Deyir, şəhidlik məqamı elə bir ali dərəcədir, elə bir ali məqamdır. Allah Teala şəhidə elə bir rütbə və məqam verir, elə bir gözəllik ona bəxş edir o qiyaməti cənnətində. Deyir, o şəhid arzu edər ki, kaş mən təkrar qaydam, arzu edər özü. Qaydam illah şəhiddir. Şəhid istəyər ki, arzu edər ki, mən Allah Teala mənə can versin, mən təkrar dünyaya qayıdım, Allah üçün fi səbilillah şəhid olam. Baxa, illah şəhid deyir. Hansı məqamdır o? Hansı gözəllikdir o? Hansı rütbədir o? Nə cür ali bir məqamdır? Nə cür gözəl bir məkandır? Hamımız bu dünyadan gedəcəyik. Cavanlı, qozalı. Çünki Allah Teala biz özümüz bilmirik nə qədər bu dünyada yaşayırıq. Bizim ömrümüz nə qədərdir?
Və bizim gözümüzün önündə qonşularımızdan, yaxınlarımızdan, əzizlərimizdən cavanı, qocası, dünyasını dəyişir və imkan daxilində gedib onun həmən əzasında iştirak da edirik. Amma gör, Allah üçün, haqq üçün, vətən üçün, torpaq üçün şəhid olandan sonra o ali dərəcə nədir ki, şəhid onu istəyəcək? Başka bir adam 30 yıl, 50 yıl, 100 yıl yaşayıp güzel bir mümin olup Allah Teala onu cennetle müjdelendirip ve nimetin verip diyor, onu insanlar istemez. Bu dünyanı istemez. Beğenmez bu dünyanı. Dir illa şehit. Şehitten başka. Şehittir isteyer. Ne için isteyer diyor Peygamber Aleyhisselatü Vesselam? Dir isteyer ki o mekam ki ona Allah Teala kıyamet gününde verir cennetin ona ve cennette bir mekam, bir derece var, bir âli mekam var. Onu verenden sonra illah ki qayıtmak isteyer bu dünyaya, bu nahak dünyaya. Yine Allah için vuruşsun. Allah Teala o mekamı tekrar ona versin, göstersin. Ne güzel âli bir mekamdır. Ne güzelliydi bu. İlahi, sana and verirəm Celal ve İzzetin xatirinə bizim her birimizi şəhidlik ruhiyesinde yaşamağı nasip karar ver ki. Perverdigar-ı alem amin diyen dilleri məşərdə lal etme. İlahi, Azərbaycan xalqına bir daha bu cür xəta ve bəla qismət karar verme. İlahi, bütün şəhidlərimizin məqamı ucadır. Onları daha da uca karar ver ki. İlahi, şəhidlərimizi Kerbela şehitlerine, peygamberlerle hemnişin karar verginen. İlahi onların ailelerine sabır verginen. İlahi sana an verem Celal ve İzzetin hatirine bizim yaralı gazilerimiz var. İlahi o hiç yoktan onlara şifa ver. İlahi bizim evlerde, gurbette olan insanlarımız var. Onlar da xəstədirlər, iltimasları var. Hiç yoktan onlara şifa verginen ya Rabbim Allah. İlahi şifa elə bir güzel bir değerdir ve kıymettir ki hamının ona ihtiyacı var. İlahi bizim hiçbirimizi o şifadan mahrum karar vermegilen. İlahi sana an verem Celal ve İzzetin hatirine bizleri sabit kadem senin dininde olanlardan bizi ve bizim yakınlarımızı, azizlerimizi, ailelerimizi, balalarımızı, nebelerimizi senin yolunda olanlardan, hak yolda olanlardan karar verginen. İlahi ya Rabbim Allah, bu 44 gün muharebede ve bundan qabaq bizim rəşadətli balalarımız, qeyrətli, ahıl, ağbirçək, ağsaqqal ve atalarımız, analarımız, camanlarımız, körpelerimiz şehit olublar ilahi. Vətən üçün, torpaq üçün onlara tecavüz olunub. İlahi onların her birini cennetle müjdelendir ki. İlahi sana an verirəm Celal ve İzzetin hatirine bir daha Azerbaycan halkına o cür xətər ve bala yetirme giden ya Rabbim. İlahi bari Hudaya sana an verirəm Celalıva, əzəmətivə, ilah iltimas edenler var, zəng edenler var, hanımlarımız var, onların da iltiması var, arzusu var, özü için, balaları için, yakınları için, işi için, övladının işi için. İlahi cavan bir oğlan var, onun da hiçbir kiyası yoktur ama burada əyləşənlərə ihtiyacı var, onların dualarına ihtiyacı var, bize ihtiyacı var. İlahi senden istemek için biz amin diye ki tek sen o duaları bizlerden kabul eylesə. İlahi bütün hazeti olanlara, bütün müşkili olanlara, bütün kimin ki ne hazeti var, isteği var, şer'i niyeti var. İlahi senin kapıma ellerin kaldırırlar ve senden istəyirlər o hacetlerin. İlahi o hacetlerin, o miskillerin hal olunmasın, o müşküllerin hal olunmasın onlara nasip karar verginen ya Rabbim Allah. İlahi imkanı olmayanlara imkan karar verginen. İlahi evi olmayanlara ev nasip karar verginen. İlahi bizleri sahibe zaman Aleyhisselam'ın askerlerinden karar verginen. İlahi Azerbaycan halkını birbirine mehriban karar verginen. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Peygamber ve ali peygamber salavat zikirleri.